müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sizlər üçün yönləndirdiyim bir neçə testin izahını təqdim edəcəm. Uyğunluğu müəyyən edin, uyğunsuzluğu müəyyən edin şərti daxilində cədvəl şəklində tərtib etdiyim doğru-yanlış tipli testlərin izahını verəcəm. Bu tipli testlərin necə işlənməsini sizlərə geniş izah şəklində yönləndirmişdim. Belə müəllimlər, testi təhlil edirəm. Bu tipli testlərdə öncə diqqət etdiyimiz məqam hansı olacaqdır? Şərtə baxacam. Şərtdə bizdən nə istəyir? Uyğunluğu müəyyən edin, yoxsa uyğunsuzluğu müəyyən edin. Bunu yəni ayırd etmək, necə deyərdim, ən vacib məqamdır. Bəzən müəllimlərimiz testi işləyir, deyir müəllimə, bəs test səhvdir. Yaxud da deyir ki, müəllimə, mən variantı çıxara bilmirəm. Çünki müəllimə bəzən baxın, bunun əvəzinə testin şərtində uyğunsuzluğu müəyyən edin yazır. Bu zaman uyğunsuzluğu müəyyən edin deyirsə, doğrunun altında müəllimlər doğruya uyğun olmayan nədir? Yanlışdır. Bəs yanlışın altında yanlışa uyğun olmayan nədir? Doğrudur. Bəli, uyğunsuzluğu müəyyən edin deyərsə, doğrunun altından yanlış olan məqamı tapacam. Yanlışın altından doğru olan məqamı tapıb, gedib variantda axtaracam. Amma indiki birinci təhlil edəcəyim test hansı şərt daxilindədir? Uyğunluğu müəyyən edin şərt daxilindədir. Bəli, yenə deyirəm, bəzən müəllimlər testi işləyir, müəllimə variantı tapa bilmirəm. Çünki testin şərtində uyğunsuzluğu müəyyən edir. Ona görə deyirəm ki, şərti bu məqama diqqət etməliyik. Bizim şərtimizdə nə təqdim olunmuşdur? Uyğunluğu müəyyən edin, yoxsa uyğunsuzluğu müəyyən edin. İndi isə testin izahına baxıram. Belə, uyğunluğu müəyyən edin deyir. Doğrunun altında doğruya uyğun nə olacaqdır? Təbii ki də doğru olan bir məlumatı doğrunun altında axtaracam. Uyğunluğu müəyyən edin deyir. Yanlışın altından nəyi axtaracam? Yanlışa uyğun nə olacaqdır? Təbii ki də yanlışa uyğun, yanlış olan bir məlumat olacaqdır. Doğrunun altından doğruya uyğun olan doğrunu axtarıb tapıram. Yanlışın altından yanlışa uyğun olan yanlışı tapacam. Elə deyilmi? Doğrunun altında deyir. Əldireli, dayaq, fırlatma dəstəyi, tutma dəstəyi, patron, burğu. Öyrənmişdik əldireli, mexaniki əldireli. Müəllimlər, əldireli və mexaniki əldirelinin quruluşunda ortaq olan 4 hissə var. Yəni, eyni olan 4 hissəsi var. Dayaq, fırlatma dəstəyi, patron, burğu. Bu 4 hissə həm əldirelində, həm də mexaniki əldirelində var. Amma nə öyrənmişdik? Necə öyrənmişdik? Əlavə olaraq tutma dəstəyi ilə təchiz olunan hansı direl idi? Mexaniki əldirel idi. Amma bizim testimizdə müəllimlər əldirelini verib, amma gətirib onun quruluşunda 5 hissə verib. Bir də tutma dəstəyi verib. Müəllimlər, mexaniki əldirelinin quruluşunda 5 hissə var və mexaniki əldireli əlavə olaraq tutma dəstəyi ilə təchiz olunub. Deməli, biz burada tapdıq ki, bir, yanlış olan bir məlumatdır. Əldirelinin quruluşunda 5 hissə yox, 4 hissə var. Bəli, əldirelində tutma dəstəyi yoxdur. Doğrunun altında müəllimlər yanlış olan məlumat var deyə biz uyğunluğu müəyyən edirik axı. Doğrunun altında doğrunu axtarırıq. Ona görə də bir bizim variantımızda olmayacaqdır. Gəldirəm 2-yə baxıram. 2 tərəfə açıq deşiklərin burğulanması zamanı burğulamanın əvvəlində burğunu deşikdən çıxardanda oduncağın sınıb qopmaması üçün burğuya təzyiqi azaldırlar. Müəllimlər, biz 2 tərəfə açıq deşiklərin burğulanması zamanı nə öyrənmişdik? Burğulamanın əvvəlində yox, müəllimlər, burğulamanın əvvəlində yox, burğulamanın sonunda, burğunu deşikdən çıxardanda oduncağın sınıb qopmaması üçün burğuya yox müəllimlər, dayağa təzyiq azaldırlar. Görün, neçə səhv məqam tapdıq. Burğulamanın əvvəlində yox, burğulamanın sonunda. Burğuya təzyiqi yox, dayağa təzyiq azaldırlar. Deməli, 2 tərəfə açıq deşiklərin burğulanması zamanı verilən qayda bu testdə səhv qeyd olunmuşdu deyə, deməli, bura bir minus qoyacam. Niyə? Doğrunun altında səhv məlumat qeyd olunub.
uyğunluğu müəyyən edirəm axı. Mən doğruya uyğun olan doğru bir məlumat axtarıram. Deməli, 1 və 2-ni biz nə edirik? Variantda axtarmırıq. Belə. İndi testin yanlış olan tərəfini təhlil edəcəm. Spiralvari burğu ilə yalnız oduncaq pəstahlar üzərində deşik açılır. Müəllimlər, öyrənmişdik burğuların növləri. Spiralvari, mərkəzvari, şinekvari, qaşıqvari. Elə deyilmi? Spiralvari, mərkəzvari, şinekvari, qaşıqvari. Ən geniş yayılmış burğu hansı idi? Spiralvari burğu idi. Elə deyilmi? Müxtəlif materiallar üzərində deşik açan burğu hansı idi? Deyirdik ki, spiralvari burğular müxtəlif materiallar üzərində deşik açır. Amma bizim testimizdə yanlışın altında müəllimlər diqqət edin, yalnız deyir. Spiralvari burğular deyir, yalnız oduncaq pəstahlar üzərində deşik açır. Xeyr, səhv bir məlumatdır, yanlışdır. Spiralvari burğular yalnız oduncaq pəstahlar üzərində yox, müxtəlif materiallar üzərində, müxtəlif pəstahlar üzərində deşik açır. Deməli, yanlışın altında spiralvari burğu haqqında yanlış məlumat qeyd olunub. Elə bizə nə lazım idi? Uyğunluğu müəyyən edirik axı. Yanlışa uyğun olan nə olacaqdır? Elə yanlış məlumat olacaqdır. Mən 3-ü gedib variantlarda axtaracam. Daha sonra 4-ə baxıram. Burğunun işlək hissəsində 2 təpə və 2 əsas kəsən til var. Biz burğunun işlək hissəsini i'lərlə yadda saxlamışdıq. İ, elə deyilmi? Öyrənmişdik ki, burğunun işlək hissəsində 2 əsas kəsəntil, 2 spiralvari kəsəntil var. Bəli, burğunun işlək hissəsində 2 əsas kəsəntil, 2 spiralvari kəsəntil var. Bəli, burada da səhv məlumat qeyd olunmuşdur. Deyir, burğunun işlək hissəsində 2 təpə. Xeyr, müəllimlər, burğunun işlək hissəsi haqqında təpə öyrənməmişdik. Deməli, səhv məlumat qeyd olunmuşdur. Burğunun işlək hissəsində 2 əsas kəsəntil, 2 spiralvari kəsəntil var. Doğru olan mənim söylədiklərim idi. Bəli, burğunun işlək hissəsində təpə öyrənməmişdik. Yanlış olan bir məlumatdır. Ona görə də elə mənə nə lazım idi? Yanlışın altından yanlışı axtarıb tapmaq. Variantım nə olacaq? 3, 4. Bəli, variantımız C olacaq. Növbəti testə keçirəm. Uyğunluğu müəyyən edin. Doğru olan tərəfi təhlil edəcəm. Mişarlama qutusu metal pəstahların müxtəlif bucaqlar altında liflərinin eninə dəqiq mişarlanması üçündür. Müəllimlər, öyrənmişdik ki, mişarlama qutusu oduncaq pəstahların müxtəlif bucaqlar altında eninə dəqiq mişarlanması üçündür. Bəli, mişarlama qutusu oduncaq pəstahların emalı üçün mişarlanması üçün müəllimlər istifadə etdiyimiz tərtibat idi. Mişarlama qutusu oduncaq pəstahlar üçün lazım olan tərtibat idi. Elə deyilmi? Burada kobud bir səhv var. Metal pəstahlar. Müəllimlər, diqqət edin. Bir dəqiqə karandaşı gətirim. Kobud bir səhv. Metal pəstahlar. Metal pəstah yox. Oduncaq pəstahların müxtəlif bucaqlar altında eninə dəqiq mişarlanması üçündür. Deməli, doğrunun altından yanlış bir məlumat olduğu üçün mən biri variantda axtarmayacam. 2. Altlıq taxta ülgünü çəkmək üçündür. Bəli, oduncaq pəstahların emalı üçün istifadə etdiyimiz tərtibatlardan biri də altlıq taxta idi. Nə üçündür? Ülgünü çəkmək üçündür. Doğrunun altından altlıq taxta haqqında doğru məlumat verilib. Mənə də lazım olan nədir? Uyğunluğu müəyyən edirəm. Doğrunun altında doğru axtarıram. 2. Doğru bir məlumatdır. Variantlarda 2-ni axtaracam. Daha sonra 3-ə baxıram. Yanlış tərəfi təhlil edəcəm. Dayaq oduncağı mişarlamaq üçündür. Bəli, oduncağın emalında istifadə etdiyimiz tərtibatlardan biri də dayaq idi. Nə üçün? Oduncağı mişarlamaq üçündür. Bəli, dayaq haqqında doğru bir məlumat verib. Amma biz yanlışın altında yanlışı tapmalıyıq axı. Uyğunluğu müəyyən edirik. Yanlışa uyğun olan yanlış olacaqdır. Ona görə dayaq haqqında doğru məlumat verildiyindən biz 3-ü variantda axtarmırıq.
Bizə yanlış olan məlumat lazımdır. Daha sonra növbəti mişarlama qutusunda mişarlama zamanı pəstaxtdakı nişanlama xətti mişarlama yerinin qarşısına düşür. Bəli, mişarlama qutusunda mişarlama əməliyyatını necə öyrənmişdik? Deyirdik, mişarlama qutusunda mişarlama zamanı sol əlin baş barmağı ilə pəstahı tirciyin yan tərəfinə elə sıxırlar ki, pəstaxdakı nişanlama xətti mişarlama yerinin qarşısına düşsün. Deməli, 4-də müəllimlər yanlışın altında 4-də nə veribdir? Mişarlama qutusu haqqında doğru olan bir məlumat veribdir. Doğru olan məlumat verdiyinə görə mən variantlarda 4-də axtarmıram. Çünki yanlışa uyğun olan yanlışı axtarırdım. Yanlış da yox idi. Daha sonra, deməli, bizim doğru variantımız Y variantı. Yalnız Y olacaqdır. Növbəti testimiz. Uyğunsuzluğu müəyyən edin. Bəli, uyğunsuzluğu müəyyən edin deyirsə, doğruya uyğun olmayan nə olacaqdır? Mən doğrunun altında yanlış olan məqamları axtaracam. Doğrunun altında mütləq yanlış olan məqamları axtaracam. Yanlışın altından doğru olan məqamları axtaracam. Gəlin baxaq görək. Doğrunun altından yanlış olan məqam hansıdır, onu tapaq çıxaraq. Yanlışın altından doğru olan məqam hansıdır, onu tapaq çıxaraq. Nə üçün? Axı deyir, uyğunsuzluğu müəyyən edin. Doğruya uyğun olmayan yanlış məlumat olacaq. Yanlışa uyğun olmayan doğru məlumat olacaqdır. Təhlil edirəm. Doğrunun altında qeyd edib, tablandırma mexaniki emalın bir növü olub, poladı böhran temperaturundan yuxarı qızdırıb, həmin temperaturda saxlamaq və sürətlə soyutmaqdan ibarətdir. Burada müəllimlər kobud bir səhvə yol verilib. Öyrənmişdik, t ilə öyrənmişdik. Demişdim, mahiyyətini zaten bilirik ki, tablandırma nədir? Biz emal növlərindən termik emal, kimyəvi emal, yadınızdadırsa, mexaniki emal keçmişdik, elə deyilmi? Bəli, tablandırma deyir, mexaniki emalın bir növü olub. Tablandırma mexaniki emalın yox, termiki emalın bir növü olub, müəllimlər. Burada kobud bir səhvə yol verilmişdir. Tablandırma haqqında öyrəndiyimiz tablandırma termiki emalın bir növü olub, böhran temperaturundan 30-50 dərəcə Selsidən yuxarı temperatura qədər qızdırıb sürətlə soyutmaqdan ibarətdir. Məqsəd nə edir? Möhkəmliyi, bərkliyi artırmaq. Doğrunun altında tablandırma haqqında müəllimlər səhv məlumat verib. Axı testimizin şərti uyğunsuzluğu müəyyən edin. Elə mənə lazım nədir? Doğruya uyğun olmayan səhv məlumat. Biri variantlarda axtaracam. Daha sonra doğrunun altındakıları təhlil edirəm, 3-ə baxacam. Suvant iri çərtikləri olan tablandırılmış metal tircikdir. Müəllimlər, suvant haqqında nə öyrənmişdik? Suvant, yeyə, bir də törpü. Müəllimlər, suvant, törpü, yeyə. Bu üçünü çərtiklərlə müqayisə edəndə nə deyirdik? Suvanda xırda çərtikləri olan, törpüyə iri çərtikləri olan, yeyəyə müxtəlif hündürlükdə çərtikləri olan demişdik. Təbii ki, onların əyri xəttli səthləri falan ona görə də müqayisə etmişdik. Amma bizim testimizdə çərtikləri ilə verib deyə asan şəkildə necə öyrənmişdik? İri çərtikləri olan törpü, xırda çərtikləri olan suvant, müxtəlif hündürlükdə çərtikləri olan yeyə olmuşdur. Amma 3-də deyir ki, suvant iri çərtikləri olan tablandırılmış metal tircikdir. Bəli, doğrunun altında müəllimlər yanlış məqam verib. Suvant iri çərtikləri olan yox, suvant xırda çərtikləri olan tablandırılmış metal tircikdir. Elə mənə də nə lazımdır müəllimlər? Doğrunun altından yanlış məqam lazımdır. 3 mənim variantım olacaqdır. Çünki uyğunsuzluğu müəyyən edirəm. Doğruya uyğun olmayan yanlış məqamları tapdım onun altından və onu variantda axtaracam. Daha sonra gəlirəm yanlış tərəfi təhlil edirəm. Baxın bu tərəfi. Aha. Deməli nə deyir? Deyir, tərtibat əməliyyatı aparan zaman işi yerinə yetirən ləvazimat və ya qurğudur. Tərtibat haqqında necə öyrənmişdik? Deyirdik,
Tərtibat əməliyyat aparan zaman müəllimlər işimizi yüngülləşdirən ləvazimat və ya qurğudur. Açar məqam yüngülləşdirən. Amma bizdə burada 2-də qeyd olunub ki, müəllimlər, baxın burada qeyd olunub ki, tərtibat əməliyyatı aparan zaman işi yerinə yetirən. Xeyr müəllimlər, işi yerinə yetirən bilavasitə alətdir. Alət bilavasitə işimizi yerinə yetirən, tərtibat işimizi yüngülləşdirəndir. Mişarlama əməliyyatı yerinə yetirəcəm. Müəllimlər, işimin adı nədir? Əməliyyatımın adı nədir? Hansı işi yerinə yetirirəm? Kəsmə əməliyyatını, mişarlamanı. Mişarlayan nədir? Bəli, işi yerinə yetirən, işi görən bilavasitə alətdir. Mişar kəsəcək, elə deyilmi? Mişarlama əməliyyatını, kəsmə əməliyyatını yerinə yetirən alətdir. Həmən o, müəllimlər, mişardır. Tərtibat yox, müəllimlər. Testdə verilib ki, bəli, baxın, 2-də verilib ki, tərtibat əməliyyatı aparan zaman işi yerinə yetirən ləvazimat və ya qurğudur. Xeyr, işi yerinə yetirən yox, yüngülləşdirən ləvazimat və ya qurğudur. İşi yerinə yetirən alətdir, müəllimlər. Deməli, yanlışın altından yanlış məlumat qeyd olunduğuna görə biz bunu doğru variant kimi götürmürük. Çünki uyğunsuzluğu müəyyən edin deyir. Biz yanlışın altından müəllimlər doğru məqam axtaracaq. Uyğunsuzdur axı. Yanlışa uyğunsuz olan doğru olacaqdır. Və tərtibat haqqında yanlış məqam verdiyinə görə uyğun məqamdır. Amma biz uyğunsuzluğu axtarırıq. Ona görə biz bunu testdə axtarmırıq. Törpü haqqında nə verilmişdir? Törpü xırda çərtikləri olan tablandırılmış metal tircikdir. Yenə deyirəm, törpüdə öyrənmişdik ki, iri çərtikləri olan tablandırılmış metal tircikdir. Törpü haqqında da yanlış məqam verdiyinə görə yanlışın altında biz uyğunsuzluğu axtardığımıza görə yanlışa uyğunsuz olan doğru məlumat olacaqdır. Amma törpü haqqında yanlış məqam verib, yanlışın altında yanlışa axtarmıram. Axı mən uyğunsuzluğu müəyyən edirəm. Yanlışın altında doğru məqam axtarıram və burada da yanlışın altında doğru məqam tapmadım. 4də yanlış məqamdır. Testin şərtində uyğunluq olsaydı, bəli, götürərdik. Amma bizdən uyğunsuzluğu istəyir. Gərək yanlışa uyğun olmayan doğru məlumatlar tapardıq. Nəyin altında? Yanlışın altında. Deməli, bizim variantlarda axtaracağımız hansı oldu? Diqqət etsək, 1 ilə 3 tablandırma haqqında da yanlış məlumat vermişdi. Suvant haqqında da yanlış məlumat vermişdi. Bəli, doğrunun altında biz yanlış məqamı axtarırıq. Uyğunsuzluğu müəyyən edirik axı. Doğruya uyğun olmayan hansı olacaqdır? 1 ilə 3 variantımız D olacaqdır. Daha sonra növbəti testə baxıram. Uyğunsuzluğu müəyyən edin deyir. Burğunun işlək hissəsində 2 əsas kəsən və 2 spiralvari kəsəntili var. Müəllimlər, uyğunsuzluğu axtarırıq. Birdə deyir ki, burğunun işlək hissəsində 2 əsas kəsən və 2 spiralvari kəsəntil. Bəli, biz burğunun işlək hissəsi haqqında elə belə də öyrənmişdik. Bu doğru bir məqamdır və doğru bir məqam olduğuna görə biz bunu variantda götürmürük. Çünki uyğunsuzluğu axtarırıq. Doğrunun altında yanlış məqam seçməliyik. Növbəti 3-ə baxıram. Burğulama zamanı detalın en kəsiyində yalnız dairəvi formalı deşiklər açılır. Xeyr müəllimlər, biz öyrənmişdik ki, burğulama zamanı detalın en kəsiyində yalnız dairəvi formalı deşiklər yox, burğulama zamanı detalın en kəsiyində müxtəlif formalı deşiklər açılır. Amma deyildik ki, burğulama zamanı detalın en kəsiyində adətən ən çox rast gəlinən deşik forması dairəvi formalı deşiklərdir. Deməli, bu məlumat, müəllimlər, yanlış olan məlumatdır. Bizə də elə bu lazım idi. Doğrunun altından yanlış olan bir məlumat axtarmalıydıq. Niyə? Uyğunsuzluğu müəyyən edirik. Doğruya uyğun olmayan yanlış olacaqdır. Burğulama zamanı detalın en kəsiyində yalnız dairəvi formalı deşiklər yox, müxtəlif formalı deşiklər olur. Bəli, burada yalnız sözü olmamalıdır.
vurğulama zamanı detalın ençəsində müxtəlif formalı deşiklər olur. Sadəcə olaraq ən çox rast gəlinən, adətən dairəvi formalı deşiklərə rast gəlinir. Vurğulama zamanı həmin o detalın ençəsindəki dairəvi formalı deşiyi səhv veribdir. Ona görə də biz elə doğrunun altından yanlış axtarırdıq. Bu da yanlış bir məqamdır. Üçü variantda axtaracam. Vurğulama zamanı detalın ençəsində yalnız dairəvi formalı deşik yox, müxtəlif formalı deşiklər açılır. Bu yanlış məqamdır. Daha sonra, yəni yalnız sözünə görə. Variantda 3-ü axtaracam. Yanlış olan tərəfi təhlil edəcəm. Spiralvari burğu yalnız oduncaq pəstahlar üzərində deşik açır. Xeyr müəllimlər, spiralvari burğu müxtəlif materiallar üzərində deşik açır. Spiralvari burğu müxtəlif materiallar üzərində deşik açır. Və testdə verib ki, spiralvari burğu yalnız oduncaq pəstahlar üzərində deşik açır. Yanlış bir məqamdır. Və biz müəllimlər uyğunsuzluğu müəyyən etdiyimizə görə yanlışın altında yanlışı axtarmırıq. Niyə? Çünki uyğunluğu müəyyən etmirik axı. Uyğunluq desəydik, deyərdik bəli, yanlışa uyğun olan yanlışdır. Testimizin şərtində uyğunsuzluqdur. Yanlışın altından doğru məqam axtarıram. Bəli, spiralvari burğu haqqında səhv məlumat verir. Deyir, spiralvari burğu yalnız oduncaq pəstahlar üzərində deşik açır. Yanlış məqamdır. Müxtəlif pəstahlar üzərində deşik açır. Və bizə bu variant lazım deyil. Çünki uyğunsuzluğu axtarıram. Yanlışın altından doğrunu axtaracam. Növbəti 4-ə baxacam. Oduncaq pəstahlarda iki tərəfə açıq deşiklərin vurğulanması zamanı vurğulamanın əvvəlində burğunu deşikdən çıxardanda burğunun sınıb qopmaması üçün dayağa təzyiq azaldırlar. Xeyr müəllimlər, 2 dənə səhv məqam verib. Baxın, oduncaq pəstahlarda iki tərəfə açıq deşiklərin vurğulanması zamanı vurğulamanın əvvəlində yox müəllimlər, vurğulamanın sonunda olmalıdır. Burğunu deşikdən çıxardanda burğunun sınıb qopmaması üçün yox, oduncağın sınıb qopmaması üçün dayağa təzyiq azaldırlar. Oduncağın olmalıydı, burğunun yox. Oduncağın sınıb qopmaması üçün. Bəli müəllimlər, öyrənmişik ki, oduncaq pəstahlarda iki tərəfə açıq deşiklərin vurğulanması zamanı burğu yox, oduncağın sınıb qopmaması üçün olmalıdır. Burğu sınmır. Müəllimlər, burğu metaldan hazırlanır. Və oduncaq pəstahlarda deşik açılan zaman heç vaxt burğu sınmır. Oduncağın sınıb qopması baş verə bilər. Elə deyilmi? Belə, o metallardadır müəllimlər. Yəni metal pəstahlarda iki tərəfə açıq deşiklərin vurğulanması zamanı öyrənəcəyik ki, burğunun sınıb qopmaması üçün, burğunun sınmaması üçün. Amma biz oduncaq pəstahlarda oduncağın sınıb qopmaması üçün deməliyik. Bu da səhv bir məqamdır, yanlış bir məqamdır və yanlışın altında yanlış verib biz uyğunsuzluğu müəyyən etdiyimizə görə yanlışın altında doğrunu axtaracaq və 4 bizə lazım deyil. Çünki yanlış bir məlumatdır. Uyğunsuzluğu müəyyən edirəm. Mən yanlışın altından doğrunu axtarıb tapmalıyam. Doğru da yoxdur müəllimlər. Deməli, 4-cü testin variantı yalnız 3 olacaqdır. Bəli, belə müəllimlər, inşallah izahım sizlər üçün anlaşılan olmuşdur. Bu tipli testlər yenidən dəfələrlə yönləndirəcəm ki, necə deyərlər, loru dilində desəm, üzümüz, gözümüz öyrəşsin. Allah amanında olun.